الأرضين ولان الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني yafqahu qavli. Ya Allah. İkinci Qədir gecəmiz. Elhamdü və səna. Həmd olsun aləmlər Rəbbinə. Mövzumuz seçmişik. Keçən Qədir başlamışıq. 3 Qədir danışacaq ki, ikincisini bugün danışıram. Belə başladıq çıxışımıza ki, kamil insan olmaq üçün dünyaya gəlmişik. Xilqətin elə hədəfi budur ki, insan kamil insan olsun. Yəni, bu boyda aləm bunun üçündür, səni üçündür. Ki, sən ucalasan, sən ali insan olasan, sən kamil insan olasan. Sən bu addımı atmasan nəyə bənzəyir? Elə bir süfrə açıblar, hamı da çağırıblar. Bu süfrəni sənə görə açıblar amma. Hamı gəlib, sən gəlmədin. İnsan bu xilqətin hədəfinə yetişməsə, elə bil ki, öz missiyasını icra eləmədi. Yaxşı, bu qədər süfrə, bu qədər aləm, hamısı səni üçündür bəşər. Adam oturub düşünəndə dəhşət bürüyür. Bütün külli aləm mənə üçün yaradıblar. Mülk ta mələkut, ərşdən yerə, yerdən göyə, hər şey mənim üçündür. Hər şey sənin üçündür. Və təkamülün başlanğıc nöqtəsi və startı bəşəriyyətin ehtiyaclı olmasını dərk etməsindən başlayır. Hər şey buradan başlayır. Mən möhtac varlığam və insan bunu duymalıdır. Möhtaclığını dərk eləməlidir, ehtiyacını dərk eləməli, möhtaclığını duymalıdır. Bütün canından. Yəni, hiss eləməlidir ki, boşluğu var, onu doldurmalıdır. Müxtəlif ifadələrlə deyirəm. Və keçən söhbətimizdə aldığımız nəticə budur. 1. Ehtiyacın mövcudluğu, bir ehtiyac var. 2. Bu ehtiyacı mən dərk eləməliyəm. Bəzi vaxtlar ehtiyacın var, amma dərkin etmirsən, fərqində deyilsən. 3. Bu ehtiyacı ödəmək üçün hərəkətə gəlməlisən. Suzamısan, susuzluğu dərk eləməlisən, qalxmalısan, getməlisən su içməyə. Ehtiyacı ödəmək üçün hərəkətə gəlməlisən və ehtiyacı aradan aparanla ünsiyyət qurmalısan. Nəticədə ehtiyacın təmin olur. Bu 5 dənə mərhələ. Yaxşı, bu söhbətimizin yığcamı, yəni xülasəsi. Davam edirəm. Fürsətdir bu Qədir gecəsi, inşallah bu mövzular haqqında düşünün. Sizdən xahiş edirəm, dönə-dönə imkanınız varsa, zehniniz təmərküzlənsin bu mövzuya, bu çıxışa. Evdə əgər səs varsa, sakitçilik olsun. Bir neçə dəqiqənizi alın, bu mövzuları düşünün. Görün nə qədər sizə faydası var. Bu Qədirin sizə lütfüdür. Bu Qədir gecəsinin sizə məhəbbətidir. Allahın sizə məhəbbətidir. Bu mövzu diqqətlə qulaq asın. Ki, mən nəticə çıxarda bilim mövzudan, Allahın lütfü ilə. İnsanda olan bu ehtiyac hissi, hamı möhtacdır, hamı ehtiyaclıdır. Bu ehtiyac hissi 2 təməl duyğu üzərində dayanır. Ehtiyac hissi 2 təməl duyğu üzərində dayanır. Yəni, bu ehtiyac hissi 2 duyğudan törüyür və meydana gəlir. Necə oldu mən ehtiyaclı oldum? 2 dənə təməl duyğum var. Yaxşı. O duyğular hansı duyğulardır? O hisslər hansı hisslərdir? 1. Kamilliyə olan şövq hissi. Kamilliyə olan şövq hissi. 2. Natamamlıqdan qurtuluş hissi. Natamamlıqdan narazılıq, nöqsandan qaçış. Müxtəlif, həm psixologiyada adı keçir, müxtəlif şəkillərdə danışılır. Mən adlarını dəyişə-dəyişə danışıram ki, hər cəhətdən anlaya bilsən anla. 1. Kamilliyə olan şövq hissi səndə var. Bunun toxumu var. Bunun, belə deyək, Allah toxumunu səpib qəlbimizə. 2. Natamamlıqdan qurtuluş hissi, nöqsandan qaçmaq.
Bunlar hər ikisi, bu iki duyğu fitridir. Hər ikisi fitridir. Nə mənada? Allah xəmrimizi bu iki dənə duyğu ilə yoğurub, qurban olduğum. Hamımızın. Elə bir o toxumları səpib. Qıraqdan quyuya su tökmüblər. Hələ bu su ilə xəmrimiz yoğurulub. Hədisdə var, ən-nasu məadin. İnsanlar mədən kimidir. Kəməadin zəhəbi vəl-fizzə. Qızıl və gümüş mədəni. Qızıl və gümüş mədəni. Sən mədənsən. Səndə bu fitri duyğular var, hisslər var. Yaxşı. Kamilliyi olan şövq hissi mütləq kamalı olan eşqdən qaynaqlanır. Səni Allah bu dünyaya göndərəndə özünə aşiq edib göndərib. Mütləq kamalı olan eşq, Yaxşı. Səbəb olub kamilliyə olan şövq hissi yaransın. Özündə sənə qarşı bir cəzb qoyub, cəzb. Necə maqnit dəmiri çəkər, sən beləsən. Göy özünə çəkir səni, ərş özünə çəkir səni, mənəvi səmalar özünə çəkir səni. Yaxşı. Kamilliyə olan şövq hissimiz var. Yaxşı. Və bəzən bu hiss insanda aktiv olmur. Bax, dərd budur. Allah qoyub bu toxumu, amma aktiv deyil. Örtmüşük üstü başını. Bəzən bu hiss, kamilliyi olan şövq hissi aktiv olmur. Nə baş verir onda? İnsan nöqsanlarını görüb məyus olmağa başlayır. Get-gedə bu yaranır. Məndə kamilliyi olan şövq hissi aktiv deyil deyənə, başlayıram öz nöqsanlarımı görməyə, məyus olmağa, get-gedə təslim olmağa, zəlilliyi, acizliyi qəbullanmağa. Şeytan da bunu istəyir ki, insan zəlilliyi, acizliyi qəbul eləsin. İnsan ki, o hədəfi ki var, o kamilliyi olan şövq hissini dəfn eləmək istəyir şeytan və iblis. Və iblis xislətli insanlar. Ki, insan neynəməsin? Hərəkət eləməsin. İnsan hərəkət eləməsin. Əksinə dönüş edir, özünə nöqsanların görür, biri o yandan bir dənə eyb deyir, biri bu yandan bir nöqsan deyir. Və belə bunlara baxa-baxa məyus olur və məyus olur və deyir, məndən bir şey olmayacaq. Məndən əlvizi çəkin, məndən əlvizi üzün, hələ mən buyam, bu qədərəm, bu qədər. Burada bir sinə baş verib, kamilliyi olan şövq hissi aktiv deyil. Bunu işə gətir salmaqla, bu mühərriki işlətməliyik. Bunu yadda saxlayın. Nəticə insan zəlilliyi, acizliyi qəbul edir. Niyə belə olur? Çünki yalnız nöqsanları görür. Çatışmaz cəhətlərini müşahidə edir. Necə eləyək ki, bu kamilliyi olan şövq hissi aktiv olsun? Bu bir dənə ayrı mövzudur. Qısa deyib keçirəm, bir vaxt nəsib olar bu mövzuya toxunaram. Mən necə eləyim onu aktiv eləyim? Bax, mən oturmuşam burada. Mən necə eləyim ki, o hissim aktivləşsin? Bəlkə də çoxları deyil, onu danışıydın. Çünki hamının dərdidir. O da qısa deyib keçirəm. İlahi neymətləri görə bilsəz həyatınızda, ilahi neymətləri. Adam neymətləri gördükcə insanda kamala qarşı kamilliyi olan şövq hissi artmağa başlayır. Görürsən ki, Allah neymətlərlə səni qərq edir. Yaxud bir yaxşı ustad lazımdır, müəllim lazımdır ki, bacarıqlı insan lazımdır ki, sənə mənə uğurlarımı asısa göstərə bilsin. Bəzi uğurlar gözlə görünmür. Biraz incə məqamlardır ki, ustad lazımdır ki, bax, əziz tələbə, tədricən baş verir. Burada sənin bir uğurun var. Lazım deyil, biz böyük uğuru yalnız göstərək tələbələrimizə, şagirdlərimizə, övladlarımıza. Kiçik uğurları göstərək asta-asta. Yaxşı. Və yaxud biraz da dərinləşdirim, Allahın rəhmət əlini göstərə bilək bəşəriyyətə. Ki, sən ki, bu addım attın, bu Allahın rəhmət əlidir. İnsanda artıq nə yaranır? İnsan hərəkət eləmək istəyir. Sən demə, mənim işimin nəticəsi var. Kontakt qura bilirəm. Ünsiyyət yaranır. Məsələn, bir dənə maraqlı hədis deyirəm. İmam Səccaddan hədisə baxın. Deyir, İlahi mənə bəzi əməllərimin səmərəsini göstər ki, faydasını göstər ki, digər öhdəliklərimi etmək üçün ruhi, qəlbi qüdrətim yaransın.
Mənim əməlimin biraz nəticəsini göstər də. Və deyirəm, əməlimin nəticəsi bu. Bir işarə elədən olar. Kimsə dili ilə, uşaq ola bilər o, böyük ola bilər. Ya özün bir iş gör ki, mən əməlimin nəticəsini görüm ki, başqa öhdəliklərim ki var ha, onları icra eləməkdə ruhi qüdrətim yaransın. Bu imamın hədisidir. Əslində o hissi aktiv eləmək üçündür. Möhtəşəm də elə bilirəm. Adam imama da eşq artır, qurban olun hədislərə. Ona görə deyir, bizim hədislərlə ünsiyyət qurub, bizi sevəcəksiniz. Məsumların işi budur. Həmən istəyirəm, həm bu gecə Allahla ünsiyyətimiz yaransın, həm imamlarla. Belə elə, danışa-danışa siz ünsiyyət qurun, mənə də dua edin ki, mən də ünsiyyət qura bilim. Yaxşı. Bəzilərində isə bu təkamül hissi aktivdir, maşallah. Mübarizə aparır. Amma bir dənə də bunun bir eybi var da, odur, hər gözəlin bir eybi oları. Bunda bir başqa eybi var. Nədir? Düzdür, kamilliyi olan şövq hissi aktivdir və hərəkətdədir və mübarizə aparır və səy göstərir və çalışır, amma özünün nöqsan tərəflərini görmür. Bu da bir bəla. Bu da bir bəla. Biri o yandan yıxılır, biri bu yandan yıxılır. Elə bir orta yol tutub gedə bilmir də. Oradan o tərəfə itəliyirlər, salırlar onu yola, buradan yıxılır. Buradan o tərəfə, elə bu belə qalmışıq əlində deyir. Bunda nə yaranır? O kamilliyi olan şövq hissi aktivdir, amma özündə olan nöqsanları görmür. Dərdi budur. Çünki ikinci duyğu işlək deyil. Yaxşı. Yalnız yaxşı tərəflərini görür. Ən pis tərəfi də budur, uğurunu özündən görməyə başlayır. Bu pis tərəfdir. Çox pis tərəfdir. O Fironun dediyi məndir, Qarunun dediyi məndir. O tituhu alə ilminin, özüm qazanmışam, mən. O məni görməyə başlayır, bax. Özünü Allahın huzurunda fəqir görmür, möhtac görmür, ehtiyaclı görmür, məsələ budur. Diqqət edirsiniz. Mən sailəm ruhən, bunu görmür, bunu görmür. Yalnız məni görür, mən. Mən olan yerdə kibir var, təkəbbürlük var. Ona görə deyirlər ki, ən böyük hicab elə insanın özüdür. Allahla bəşərin arasında ən böyük hicab, maniyə nədir? Allahın özüdür. Bəlaların başı məndir, mən. Həllacın sözüdür, İlahi sənlə aramda mən var, sənlə aramda mən var, öz lütfünlə, mərhəmətinlə onu aradan qaldır da, qurban olaram sənə. O götürür bu, məni çək at kənara, sənlə ünsiyyət qura bilim. Fənafillah da budur, o mən bu zəridir. Bu götür bu məni ki, səni görə bilim. Qəlbim səni müşahidə eləyə bilsin. Musa ki, deyir, ərini mənə özvü göstər. Bəzi ariflər deyir ki, böyük məqamlardan Musa söhbəti açırdı da. Allah sanki deyirdi ki, orada ki, istəyirsən tam müşahidə eləsin qəlbin, orada biraz ənədən, məndən, azacıq pay olsa mümkün deyil. Mümkün deyil. Bəziləri də belə. Ona görə deyirlər, bu iki duyğu gəlib paralel hərəkət eləməlidir. İkisi paralel hərəkət eləməlidir. Hansı duyğular? Bir, kamilliyi olan şövq. İki, natamamlıqdan qurtuluş hissi. Natamamlıqdan narazılıq, nöqsandan qaçış. Bunlar ikisi paralel hərəkət eləməlidir. İnsan əgər istəyirsə düz yolda hərəkət eləsin, bunlar ikisinin yanaşı olmalıdır. Biri aktiv olanda, işlək olanda, o birisi sönük, gedə bilməyəcəksən. Gedə bilməyəcəksən. Dayanacaq. Bir yerdə yıxılacaqsan. Ya o yandan, ya bu yandan. O uşaq, bir dəfə misalını çəkmişdim. Uşaq dama çıxmışdı. Ana dedi, bala gördü yıxılır. Dedi, get dala, get dala, get dala. O qədər get dala dedi, get o tərəfdən yıxıldı. Get o tərəfdən yıxıldı. İndi o qədər deməzlər ki, get dala. İki dəfə dedim, indi bu tərəfə də denən, gəl. Və belə ortada saxlamaq. Bəşər də belədir. Bəşər də belədir. Yaxşı. Bəzilərində bax, bu his daha aktiv olduğuna görə nə baş verir? Və yaxud belə deyim, kamilliyi olan şövq hissi sönük olanda, natamamlıqdan qurtuluş hissi aktiv olanda, bu nöqsandan qaçış hissi aktiv olanda, indi bu tərəfini deyirəm, o tərəfini danışdım. İndi adam var, onda
təkamülə qarşı, kamilliyə qarşı şövq hissi sönüb, nöqsandan qaçmaq, o his, natamamlıqdan qaçış, o his aktivdir. Orada nə baş verir, o tərəf sönəndə? Hey tənqid edir. Nöqsan xoşlamırıq. Filankəs səhv elədi, bu düz olmadı, o məsələ yanlışdır. Belə olmamalıydı, elə olmamalıydı. Hey narazıdır. Hələ bütün günü oturduğun süfrəyə narazılıq eləyir. O his var ha, o aktiv olub deyənə, o birisi sönüydü deyənə, amma belədir bu adam. Başa düşürsünüz? Mən məsələnin həm ideoloji, həm psixoloji tərəflərini izah eləməyə çalışıram. Sonra gəlirəm mövzumuza asıl-asla. Hələ hey narazı, amma alternativ təqdim eləmir. Nə etməliyik? Yox, ondan danışmır. Onu toxunmur. Yaxşı cəhətləri görə bilmir. O bir nəfər deyir, bir rəsm əsəri çəkmişdi, qoymuşdu, deyir, çöldə demişdi ki, kim bəyənməsə hansısa hissəsini, bir xət çəksin üstündən belə bir işarə ki, bilim bəyənmədi, düzəldərəm o hissəni. Bir gün keçdi, gəldi, gördü, hərəsi bir dənə xət çəkib üstündən ki, bura yaxşıdır, ora yaxşıdır, bura yaxşıdır. Dedi, nə oluyor, bu da yaxşı yer görə bilmədi. Dedi, həmən səhv eləmişəm. Dedi, bu dəfə başqa söz yazır. Həmən şəkil çəkdi, dəyişmədi. Yazdı ki, bəyənmədiyiniz yeri silin, düzəldərsiniz, düzəldir. Sabah gün gəldi, şəkil olduğu kimi qalıb. Sildin, düzəltmək lazımdır, kişi. Yaxşı. Demirəm, adam tənqid eləməz. Tənqid yaxşıdır, yerində, zamanında, məyus eləməsin cəmiyyəti, ümidsizlik yaratmasın cəmiyyətdə, amma alternativlər təklif eləməliyik, təqdim eləməliyik, bəli. O insanlardakı təkamülə, kamilliyə olan şövq hissi sönükdir, o hey tənqid edir. Bax, bunu ayırın insanları. Deməli, o hissi aktiv eləmək lazımdır. O hissi onu da aktiv eləmək lazımdır. İnsan belə bir varlıq. Xülasə, belə nəticə aldıq. Hələ ki, insanda olan ehtiyac hissi iki təməl duyğu üzərində dayanır. Nə? Kamilliyə olan şövq, natamamlıqdan qurtuluş hissi. Yaxşı. Mənim mövzum ehtiyacı da düz deyil. Yalnız ehtiyaclı olmaq kifayət eləmir. Bu fərqində də olmalıyıq biz. Ki, mən ehtiyaclıyam, mən ehtiyaclıyam. Bəzən fərqində deyiləm. Deyir, nə ehtiyacı bunu həyata bu qədər mənə başa salırsan? Uşağa deyirsən, dərs o, nə ehtiyacı? Nə ehtiyacı? Niyə öyrənməliyəm bunu? Niyə bilməliyəm? Mənə neyimə lazım bu? Əsas budur ki, ehtiyacı var, amma anlasın ki, ehtiyacı var. Bu fərqində olmalıdır. Bunu anlamaq və duymaq çox mühümdür. Misal üçün, insan xəstələnib, amma bilmir də nə var, nə yox. Hələ bilmir xəstələnib. Ona görə sağalmağa ehtiyac duymur. Nəticə həkimə də getmir. Niyə həkimə getmirsən kişi? Nə olub ki mənə? Nə olub ki mənə? Xəstədir ya, ciddi xəstəliyi var, amma xəbəri yoxdur. Çünki xəbəri yoxdur, həkimə də müraciət edəmir. Xəbəri yoxdur, ehtiyacı da duymur. Amma indi bir dənə başqa misal. Acımışam, acdığımı da hiss edirəm. Sonra nə edirəm? Təmin edirəm, gedirəm, yemək yeyirəm. Hər iki halda ehtiyaclıyam. Birindən xəbərim var, birindən yoxdur. Xəstəliyimdən xəbərim yoxdur, acdığımdan xəbərim var. O xəstəliyimdən xəbərim yoxdur, sanki qəflətdəyəm, qafiləm. Quran deyir, fi qulubihim mərəz. Bəzi insanlar mənəvi xəstəliyə duçar olub, amma təəssüf qəflətdədirlər. Qafildilər. Ona görə məsumlar deyir, qəflətdən ayrılmaq istəmirsiniz. Əmirül-Müminindən bir dənə Nəhcül Bəlağədən bir yazı yazmışam, baxın görün nələr deyir biz üçün. Bu gecənin şəhidinin sözünü deyim sizə. Allah bu gecənin şəhidindən bizi ayrı salmasın Əmirül-Müminindən. Görün nə deyir. Bir ayə var Quran-ı Kərimdə. Yə əyyuhəl insan ma qarrəkə bi rabbikəl kərim. Ay insan, kərim olan Allaha səni nə məğrur elədi. Bu nə kibirdir, bu nə təkəbbürdür Allahın qarşısında deyirsən. Bu ayəni Əmirül-Müminin şərh edir. Qurban olduğum. Ya əyyuhəl insan, ma cərrəəkə ələ zəmbikə Əmirül-Müminin deyir. Ay insan, ay bəşər, ay Adəm övladı, bu nə cürətdir səndə günaha? Bu nə cürət? Harada tapırsan bu cürəti? Ma qarrəkə bi rabbikə, ma ənnəsəkə bi həlakəti nəfsikə. Ay bəşər, niyə
öz həlak olmağından barışmısan, razılaşmısan. Niyə? Ne üçün? Niyə belə razılaşdın sən? Sən belə deyildin axı. Bədbəxt olmuşsan, bədbəxtliyinlə razılaşmısan? Təəssüf. Əma min daikə bulul, əm leysə min nəvmətikə yəqsə. Sənin dərdinin dərmanı yoxdur. Yoxsa oyanmaq istəmirsən. Ayılmaq istəmirsən. Bəlkə əhya gizli ayılasan. Bəlkə oyanasan. Əma tərhəm min nəfsikə, ma tərhəmu min qeyrikə. Başqalarına o qədər mərhəmətsən, bəs özünə niyə rəhm eləmirsən? Bu sözləri hərdən tapırlar. Sonra bilirsən ki, oradan gəlir. Buranın sözüdür. Belə sözlər oradan gəlir yalnız. Bura biraz dünyada belə şeylər tapa bilməzsən. Ay bəşər, hamiyə rəhm edirsən, özünə niyə rəhm eləmirsən? Batırsan bataqlıqda. Baxırsan ona ağlayırsan, buna özünə niyə ağlamırsan? Filan kəs bədbəxt olur, sən ondan daha bədbəxtsən. Ne titrədir adamı? Sonra gör nə deyir? Açır sözləri. Fələrubbəmə tərəzzahi min hərri şəms fətuzilluhu. Bir nəfər görsən günəşin altında qızmar istidə o şua vurur onu, ürəyin yanır ona. Onun üçün bir kölgə yaradır sanki, isti olmasın, o istilikdən xilas olsun. Bəs özün sanki belə demək istəyir. Özün cəhənnəm odunda yandırırsan, heç özün xəbəri yoxdur. Əv tərəl mübtəla bi ələmin yumizzud cəsədəh fətəbki rəhmətən ləh. Bir xəstə görəndə ürəyin ağrıyır. Onun səhhətinə görə. Ruhun xəstələnib, özünə niyə yanmırsan? Ay bəşər. Sonrasına bax. Fəma səbbərəkə əla daik və cəllədəkə əla musabik. Bu halətvin müqabilində səni səbirli olmağa nə vadar edib? Bu nə səbirdir göstərirsən, özü heç düşünmürsən ki, müalicə eləyəsən. Bu yalancı güc sənə hardan belə bu qədər özlü güclü bilirsən, amma batırsan. Və əzzəkə ənil buka əla nəfsik və hiyə əəzzul ənfus əleyk. Özvə qarşı niyə bu qədər soyuqqanlısan? Özlər içərisində ən əziz öz sənə sənsən axı. Özlər içərisində ən əziz öz sənə sənsən axı. Ona deyirsən əzizim. Bu əzizlər içərisində ən əziz özvə sənsən axı. Özvə niyə yanmırsan axı? Peyğəmbər üçün Allah deyir, əzizun aleyh. Ma ənittum, o qədər çətindir ona süzün etdikləriniz. Yaxşı. Sonra nə deyir? Və sonra buyurur, Ləni-əmmə daru mən ləm yarda biha dar. Nə qəşəng evdir bu dünya, nə qəşəng evdir onu ev tutmayanlar üçün. Paradoksaldır ya, nə qəşəng yerdir bura, onu ev eləməyənlər üçün, onu yol eləyənlər üçün yaxşıdır. Onu özünə ev eləyənlər üçün yox. Xuz ma yabqələk mimma la təbqələ. Bitirdim. Sənə qalmayandan səni qalanı götür. Nə mənada? Bu dünya sənə qalmayacaq, amma sənə qalanları götür get. Sənə qalanlar nədir? Əhl-i beytin məhəbbəti, ubudiyyət, bəndəçilik. Qur, yarat, iş gör. Bu qalacaq sənə, bu. Bu gecələr sənə qalacaq, qardaşım, bacım. Bu gecələr sənə qalacaq. Bir gecəmiz var ki, bizim qoyub yeyəcəklər bizi. O qəbrin ilk gecəsidir, ən çətin gecədir. Hamı yeyəcək, balalarını da yeyəcək. Balalarını da yeyəcək, əzizlərini də yeyəcək. Hamı çıxıb yeyəcək. Bu gecə amma sənə qalacaq. Bu gecədən o gecəyə qənimət götür. Bu gecədən pay götür yetkinən. O gecə o paydan istifadə eləyərsən. Lazımdır sənə mənə. Yaxşı. Məsumun sözləri. Maddi ehtiyaclarla yanaşı mənəvi ehtiyaclarımız da var. Bəzən bu ehtiyacdan qafilik. Qafilik, qəflət deyil.
Amma halbuki mənəvi ehtiyac bizim həqiqi, mühüm, dərin, əsil, özəl və özül ehtiyacımızdır. Özəl, xüsusi, özül, yəni fundament, dərin və həqiqi ehtiyacımız bizim mənəvi ehtiyacımızdır. Onu götürsün, həmişə sıxılacaqsan, həmişə natamamsan, həmişə içində boşluq var, həmişə narazısan, həmişə narahatsan. Bunu qətiyyətlə bilin. Qətiyyətlə bilin. Təəssüf qafili ona. Necə ki, fiziki ehtiyaclarımıza da beləyik. Adam acdır, aclığını duyur. Amma indi nəzərə alın, iftar süfrəsi verirsiniz, misal çəkim, gəlin mənəviyyata. İftar süfrəsi vermişsiniz, düzdür, indi evimizdə qonaq gəlir də. Qonağa o qədər başımız qarışır ki, sən Allah yeyi, sən Allah yaxşıdır yeməyi, xoşva gəldi, sən Allah yeyi. Bir də ayrılıq gəl, özümüz iftar açmamışıq, bir dənə su içmişik. Açmışıq da su içmişik. Özümüz acımışıq, acımıza qafilik. Niyə? Başqa bir duyğu bu duyğunu üstələyib. Yedirtmək var, qonağın qayğısına baxmaq var. Bu biraz fərqlidir deyənə, bunun bir başqa zövqü var deyənə. Aclığımız yadımızdan çıxıb, gəlib bir başqa duyğu, bir başqa duyğunu üstələyib. Həyatımızda olur. Yatmaq istəyirsən, acımısan. Bəzilər yuxuya o qədər əsrətdir ki, deyirək ki, az yatıram, yoxdur, 5 dəqiqə başımı qoyum, yatım. Az yatırsa, o duyğu bunu üstələyir. Fizik həyatımızda belədir. Ya məsələn, xəstələnmirsən, ağrıyırsan, ağrı birtəhər eləyib səni. Birdən elə bir dənə şad xəbər deyirlər, elə bir şad xəbər deyirlər sənə ki, ağrı yadından çıxır, kişi, ağrı yadından çıxır. Sonra o şad xəbərin o getdi də zövqini biraz keçir, görürsən ki, ağrıyırsan, sən sonra ağrıramırsan, bir yağdan ağrıyırsan, o biri bunu üstələyib, xəbərin yoxdur. Biri gəlir, biri qəflət. Birinə diqqət, birinə qəflət. Bu, belə maraqlı həyat gedir. Fizioloji bədənimizin haləti belədir, yaxşı. Haləti belədir. İnsan gətirən mövzunu hara? İnsan əgər dünyada da belədir, başı qarışsa dünyaya, mənəvi ehtiyaclarına qafil olur. Dünya xüsusiyyəti belədir. Amma bir də ayrılır ki, bu maddi ehtiyaclar onu təmin eləməyib, bax, sıxılır. Bax, xəstə idin, sağaldın, yorğun idin, yatdın, oyandın, ac idin, yedin, doydun, darıxırdın, səyahətə çıxdın, mənzərəyə baxdın, indi qayıdırsan, bitdi. Amma sən bitməmsən. Yenə qane olmadın. İnsan anlayır ki, yalnız bunlardan ibarət deyiləm, sən demə. Bu ehtiyaclardan ibarət deyirəm. Yatdım, durdum, yedim, su içdim. Yox, mən bunlardan ibarət deyiləm. Axı, mən yenə narahatam. Bunların hamısını təmin edəndən sonra da yenə tənhalıq hissi keçirirəm, axı. Tənhalıq. Hər şeyim var, tənhayam. Bir dənə fikir verin müasir dünyamızın vəziyyətinə. Ən çox trendə çevrilən, daha çox baxış toplayan musiqilər, filmlər, şeirlər adətən tənhalıqdan danışır. Bir dənə xütbənin adını qoyun tənhalıq, görün nə qədər baxacaqlar. Statuslara baxın. Çünki tənhalıq bəşərin yaralı yeridir. O da nədən qaynaqlanır? O natamamlıq kompleksindən. Amma qayıdıram ora. Başa düşürsən? Sən bunların hamısını təmin eləsən də, İnanın bu sözlərimə, dəqiq sözlər deyirəm sizə, dünya həyatınız tam təmin olsa da yenə tənha olacaqsınız. Niyə? Çünki ondan ünsiyyət qurmamışıq, ona görə. Hər şeyin olacaq, sıxılacaqsın. İnsan başa düşür ki, maddi və fiziki ehtiyaclardan da başqa, daha ali bir ehtiyacları var. Mən ora üst tutmalıyam. Ora. Biraz da mövzunu açın. İnsan ilk öncə bir ailədə dünyaya gəlir və özünü həmin ailənin bir parçası bilir, bütövün hissəsi hesab edir. Elə zənn edir ki, tamamlanıb. Elə zənn edir ki, tamamlanır da mən ailədən ibarətəm, ailənin bir üzvüyəm, mən tamamlandım.
Biraz böyüyür, görür, yox, belə deyil. Gedir məktəbə, özünü həmən sinifdə, həmən çevrənin bir üzvü hesab edir, nəticə düşünür ki, bütövün bir hissəsidir. Sonra biraz da böyüyür, yox, mən tamamlanmamışam. Belə-belə aparım mövzunu, lap gətirdim hara. Bir müddətdən sonra özünü yer kürəsinin bir sakini görür, kainatın bir parçası zənn eləyir. Bununla belə yenə də kifayətlənmir. Nəyisə çatışmamazlığını hiss edir. Nəsə çatışmır. Bir sözlə, insan məhdudlarla kifayətlənə bilmir. Əmirül-Müminin yaxşı sözü var, dünyanın hamısını sənə versələr, çox sevinmə, hər şey əldə eləməmsən. Dünyanın hamısı nədir? Şöhrəti, vəzifəsi, sərvəti, pulu və. Hamısını sənə versələr, çox sevinmə. Nə deməkdir mənası? Hər şey əldə eləməmsən. Çünki hər şey o deyil. Sən ondan böyüksən. Sən ondan böyüksən. Bir sözlə, insan məhdudlarla kifayətlənə bilmir. İnsanın ruhunun qeyri-məhdud, sonsuz qüdrətlə, mütləq kamalla ünsiyyət və rabitə qurmağa ehtiyacı var. Bu nəticə, qəşəng nəticə. Mən bu məhdudlarla kifayətlənə bilmirəm. Nəyə ehtiyacın var bəs sənin? İnsan ruhunun qeyri-məhdud, sonsuz qüdrət, mütləq kamal, kimdir o? O Allah. Onunla ünsiyyət qurmağa, rabitə qurmağa ehtiyacı var. Necə ki, o uşaq görmüsünüz, ağlayır, biri konfet verir, biri oyuncaq verir, biri biraz başını aldadır, oynadır. Axırda, deyir, keçünə kənarı, o mənə istəyir. Alır ağuşunu, uşaq nə oldu? Sakitləşdi. O uşağın dilini ana bilir. Biz də Allahın huzurunda, elə bilə o uşaq. Biz yalnız Allahın tohidin ağuşunda rahatlaşa bilirik. Ondan siva düşdüksə yerə, nə verirlər versinlər, o oyuncaq indi biraz böyüyəndən sonra oyuncaq böyüyür, olur maşın. Nə bilim, əvvəl torpaqla evlər düzəldirdik, indi biraz böyümüşük, villalar tikirik. Evlərimiz böyüyüb də, əvvəl belə, indi belə. Sonra onu tikirsən, bu villanı tikib tutarırsan, görsən, bu deyil. Maşını alırsan, bu deyil. Telefonu alırsan, o deyil. Qardaş, bu nədir bəs? Nə deyə bu? O nədir bəs? Cavab budur. Onunla rabitə qurmasın, mütləq kamalla ünsiyyət qurmasın, onu ilə kontakta keçməsin, o mənəvi ehtiyacın ki var, dərindir, özüldür, özəldir, dərindir, həqiqi ehtiyacdır, o təmin olmayacaq ki, olmayacaq. O ehtiyacın təmini yalnız ondandır. Yalnız ondan. Başqa yol yoxdur. Mütləq kamal odur. Saməd də budur. Deyirsə namazda. Allahu Saməd. Saməd. Dünən sübhdə, imsaqda bir saat qabaq bunu izah vermişəm. Saməd kəlməsini. Baxarsınız inşallah. Allahu Saməd. Saməd yəni nə? Dolu, dolu. Neynə dolu? Kamallarla dolu, dolu. Özü bir nihayət kamal. Sonu yoxdur, həddi yoxdur. Kamal dolu. İmam Baqir əleyhissalam buyurur, Ləv vəcəddi li elmi həmələ. Bir adamlar tapsaydım, o qədər məlumat var məndə ki, üçün tohidə vəsl olunum, onlardan danışardım süzəyə. İmam deyir, danışardım süzəyə. Görünən budur ki, danışır, qulaq asan lazımdır, o qədər məlumat var. Sonra deyir, nə deyir? Deyirlə, əxrəcdü ləkum minəs səmədi kullə ma təsəlunə ən. Saməd kəlməsindən o qədər şeylər çıxardardım. Hər nə sualınız istəyirsə, o Saməddə yatıb. Saməddə yatıb. Allahu Saməd. Allahu Saməd. Doludur. İstəyirsənsə bu içindəki boşluq dolsun, Samədlə ünsiyyət. Xuliqə İbn-i Adəm əcvəf. İnsan içi boşdur. Samədlə ünsiyyət qurmasan, indi olmayacaqsın. Olmayacaqsın. Başqa yol yoxdur. Ona görə bu ilə ehtiyac mövzusu zəruri mövzudur. İnsan ki, bu gecə oturdu, bu haqda düşündü, bax, gəlirəm asta-asta, nəticələr alırıq, əlhəmdü və sənam. Elə ki, bu gecə sual verirsiniz, neyniyək? Heç nə, oturun, bax, oturun, bunu düşünün. Bu moizə danışmadım, biraz düşünün bu gecə, sizdən xahiş edirəm. Mən möhtac varlığam, və belə danış özündən. Elə ki, düşündün, nə olacaq? İlahi lütflər sənə üst tutacaq.
Lazım tutsa sən öz tutacaq. Bəzi həqiqətləri başlayırsan anlamaq. Elə bu gecə inşallah, bu gecə. Başa düşürsən ki, düz getmirdim. Səhv istiqamətdə idi. İndiyə kimi çətin görünənlər sənə asanlaşacaq inşallah. Yetər ki, təfəkkür eləyəcəksən. Təfəkkür bu gecənin ən mühüm əməllərindən biri təfəkkürdür. Təfəkkür eləyin. Vaxt ayırın özünüzə. Qul ayədir. İnnə ma'izukum bi vahidə. Allah deyirsə bir dənə moizə edirəm. Allahın moizəsi var da. Ya Rəbb, nə moizə? Ən təqumu lillah məsna və furada. Qalxın ayağa, tək-tək ya cəm halında, qalxın ayağa. Niyə ya Rəbb aləmi? Summa təfəkkür edin, təfəkkür. Hardan başlayaq? Özünüzdən başlayın. Görürsünüz ki, möhtaçsız, ehtiyacsız. Sonra bir dönüş edin keçmişinizə. Görürsünüz ki, neynəmsiz heç biri bu ehtiyacı ödəməyib. Heç biri. Sən demə, həyatımı boşa keçirmişəm. Fota vermişəm. Düşünün. Ha, gözün qapı açılır. Qapı nədir? Allah səndən ünsiyyət qurmasın. Gəl mənlə danış biraz. Gəl. Xoş gəlmirsən bəndə. Eşidirəm sən. Nə idi sözün? Dərdin nədir? Fikrin nədir? Deyəcəyin nədir? Buyur. Bismillah. Elə ki, başa düşdün, ehtiyacın var, möhtaçsan, bu his, bu düşüncə səni oyadır artıq. Oyanırsan. Görsən, hərdən damasızda oyanır. Oyanır. Elə ki, oyandın, başa düşürsən ki, bu keçmiş yaxşı keçməyib ha. Tövbə eləmək istəyirsən. Hamı tövbə eləmək istəyir. O bir alim deyirdi, cəmaat, böyük alimlərdən biridir. Hamımız gəlmişsiniz günahlarımızdan tövbə eləməyə, mən gəlmişəm ibadətlərimdən tövbə eləməyə. Bu nə ibadət eləmişəm Allaha? Belə ibadət olar. O da bu cür tövbə üçün gəlib. Hərəmiz bir cür. Hətta böyük insanın tövbəsi də böyükdür də. Mən gəlmişəm deməyə ki, belə sübh namazı qılarlar. Mən gəlmişəm, onun dilindən deyirəm. Mən gəlmişəm deməyə ki, belə oruc olar, başqa cür. Mən meyraca getməliydim. Mən ibadətlərimdən tövbə eləməyə gəlmişəm. Oyanan kimi tövbə. Ayə bax, bir dənə ümid verim sizə. Vəllezina izə fəalu fahişətən. Əgər mənim bəndələrim günah eləyə, ov zələmu ənfusəhum, özlərinə zülm eləyiblər, yaxud belə deyək. Zülm eləyib, zalimdir, özünə zülm eləyib. Nə? Zəkərullah, elə ki Allah yada düşdü. Allah nə zaman yada düşdü? Ehtiyacını duydun, elə ki ehtiyacını duydun, başa düşdün ki, mənim ehtiyacımı yalnız Saməd, Allah ödəyə bilər, Zəkərullah, Allah yada düşdü, fəstəğfəru, keçdin tövbəyə, oyanış tövbə, fəstəğfəru, lizunubihim, başladın bütün günahları və istiğfar eləməyə, nəticə nədir? Və mən yəğfiru zunubə illəllah. Bu günahları məndən başqa kim bağışlaya bilər ki? Allahın cavabı gəldi. Kim? Elə günahlardır, məndən başqa bunu kim bağışlaya bilər ki? Olmur, deyib, məndən başqa bunu kim əllə eləyə bilər ki? Allah deyib, bu məndən başqa kim əllə eləyə bilər ki? Xoş gəlmişsən, gəl. Amma sizdən, sonra davamına baxın, Allah necə moizə edir, bizdən danışın. Buyurur, la yusirru alə ma faalu. Və mən sözü bağışladım da təzdən qeyb eləməyin, israrlı olmayın. Və hum ya'lamun, düşməyin, bilə-bilə yenə günahlarını dalayacaq. Olmadı ki. Qaytardım da sözə həyat verdim. Deyirlər, bu ayə gələndə iblis narahat olub. Bu ayə iblisi narahat edib. Və şeytanları yığar bir yerə, deyər, necə deyək ki, bir proqram tökəyin ki, biz bu ayədə necə çıxacaq? Bu cəmaat elə, biz bunları günaha çəkirik, bunlar gecə neyəcək, tövbə. Şeyatınül ins vəl cin fərq eləməz. İnsanlardan ibarət şeytanlar, ya iblis narahatdır bu ayəyə görə. Axırda o ayə keçirmişsə, vəsvasıl xənnas bir dənə təklif elədi. Elə belə keçməyib adıdır orada. Görün, necə plan tökdü. Dedi, niyə narahatsınız ki? Dedi, nədir? Yolun deyirəm. Dedi, yəni, yolu nədir? Dedi, Allah tövbə qapısını açmayıb. Bəli, açıb. Biz günahkarların tövbəsinə niyə qorxuruq ki? İndi o deyir. Niyə bəs? Biz onlara deyək, vəsvəsə eləyək ki, tövbə eləmək mümkündürsə günah dediyin də. Niyə narahatsınız? Günah ilə bağışlayacaq Allah siz. Biz oradan keçərik. Aha, sonra
Deyir, çətini günah elətdirənə qədərdir. Sonra neyniyəcək ki? Deyir, sonra deyər, tələsmə, tövbə eləyərsən, tələsmə, 40 yaşı olsun başlayarsan, ziyarətə get başlayarsan, filan işi qur başlayarsan, evlən başlayarsan, instituta gir başlayarsan. Elə başın qatacaq, burada tövbə eləməyəcək. Niyə bu qədər üzülürsən ki? Qəşəngdir. Bu ayənin haqqındadır. Nə istədim deyim? İndi ki, oyandın, ayıldın, Ramazan qutarsın, başlayaram yox. Başlayacaqsan. Yaxşı? Qorxmayacaqsan özdən. Bismillah, hərəkətə gələcəksən. Bismillah, hərəkətə gələcəksən. Oyanmaq üçün qəşəng fürsətdir qədə gəlsin. Qəşəng fürsətdir. Çox qəşəng fürsət. Belə fürsətlər ələ düşmür. Belə fürsətlər, inanın, ələ düşmür. İnnə li rabbikum fi əyyami dəhrikum nəfəxat. Deyir ki, həyatınızda elə anlar var ki, dəyərləndirin. İlahi nəsim küləyi əsir bəzən. Rəhmət mehi əsir. Bu rəhmət mehi, ilahi nəsim küləyi ara sıra sənə üst tutur. Ara sıra. Özdə biraz o yağış da yağır, maşallah. Qurban olum Allaha. Rəhmət yağışı. Ara sıra insana üst tutur. Hünər onu dəyərləndirməkdir. Əgər dəyərləndirmə söz bu nəsim küləyini, rəhmət mehini, Allahın lütfini nə baş verəcək? Alimlər deyir ki, əlvüzdən çıxar. Nə mənada? Deyir ki, bu nəsim küləyi, bu rəhmət mehi, bu lütuf qürurludur, alicənabdır. Nə mənada? Sevilməyən yerdə çox qalmaz. Görsək ona naz edirsən, çıxıb gedər. Dəyərləndirməsən, çıxıb gedəcək. İxtənəmül fürəs, fürsətləri dəyərləndirin. Fəinnəha təmurru, gedir. Mərrəs səhab, bulud kimi gedir. Bulud görmüsünüz də, biraz öncə başın üstündəyi, sanki biraz keçdi. Dəyərləndirin, geyəcək. İmam Sadiqin bir sözü var, çox möhtəşəm sözdür. Bir insan sübh namazını qəzaya versən, dünyada olan dağların sayı qədəri, qızılı olan, məsələn, fərzi, onun hamısını Allahın yolunda xərcləsə, sübh namazının qəzası qayıtmaz. Fürsəti verdin. Yaxşı, fürsəti verdin. Bu fürsəti ki, vermə. Bu fürsəti vermə. Ayılmısan, davam elə. Ayılandan sonra yatan, bəzən dərin yuxuya gedir. Dərin yuxuya gedəndə ayıltmaq çətindir. Görürsən, zəlzələ də olur, yatıb kişi. Zəlzələdə bəzən o yatmış, hiç oyanmadı. Dərin yatıb. Ayılandan sonra yatsın, dərin yuxuya gedərsiz, deyir. Getməyin dərin yuxuya. Oyandınız, nəsim küləyi əsdi. Ya Allah, bismillahirrahmanirrahim. Əl-əli xüsusda bu gecə kimin gecəsidir? Gəldim, çatdım. Əl-əli əssalamın gecəsidir. Şəhidlər sərvəri. Şəhidlər, Əmirül-Müminin, şəhidlər sərvərinin atası, Əli. Gedəyin onun qapısına inşallah. Ey Allahım, ya Rəbbəl aləmin. Bu gecə hamı gəlib onun qapısına. Bu gecə dünyasını dəyişir. 2 gecə qalıb Əmirül-Müminin. Baxsız, bir var nəsib ola onun vəsiyyətlərini oxuyaram sizə. Nələr deyir? Nə tövsiyələr eləyib, dəhşət sözləri var. Özü də huşu gedirdi, qayıdırdı, danışırdı. Elə vəziyyətdə də, Əmirül-Mümini elə vəziyyətdə də qənimət bilirdi ya, elə vəziyyətdə də danışırdı, söz deyirdi. Bu gecə səhabələr gəlib Əmirül-Müminin qapısına. Hücr ibn Üdey xoş olsun halına Əlinin evindədir. Deyirlər, şeir deyirdi Əmirül-Mümin haqqında, o yana-yana. Birdən Əmirül-Müminin huşu qayıtdı. O kim dedi? Hücr ibn Üdeydi. Çağırın onu bura. Çağırdı. Hücr dedi, bəli. Hücr, bir vaxt gələr, hadisələr baş verər. Məndən üz çevirmərsən ki. Dedi, ya Əmirül-Müminin, Hücr səni çox sevir, səndən üz çevirməz ki. Gəldi o hadisələr başına bilirsiniz. Balasını gözünün qabağında şəhid edildilər, özünü də şəhid edildilər. Əlidən üz çevirmədi. Bu gecə yetim uşaqlar yığışıb Əli qapısına. Bu gecə ümmət yetim qalır. Əlisiz keçən gecədə bu gecə. Əli can, hara qoyub gedirsən bizi? Əli. Yetim uşaqlar yığışıb elə bilirdilər ki, nəsə deyir, həkim demişdi ki, süd gətirilsin, verilsin, o
zəhərləmişdi qılıncı məlun vuranda. Uşaqlar deyir, o qablarda süd gətirmişdi o yetim uşaqlar, yığışmışdılar hərəsi bir tərəfdən. Getmək istəmirdilər. Axırda deyirlər, İmam Həsən çıxdı, dedi, hamı çıxsın getsin, hamı çıxsın getsin. Gedənlər getdi, amma bir nəfər qalmışdı, dayanmışdı. O da bilirdi ki, imam onu qəbul eləyər. Dayanmışdı, Əsbəqdir adı, dayanıb qapıda gözləyirdi. İmam Həsən dedi ki, Əsbəq, niyə getmirsən, niyə dayanmırsan? Dedi, ayaqlarım getmir. Onlar ən axır anda əliyini görüm. Xoş halına da bu Əsbəqin. Həmişə oxuyanda inanırsınız ki, özümə deyirəm, xoş halı bu Əsbəq. O anlarda gəlirsən Əmirül-Mömininlə görüşürsən, danışırsan. Əsbəq deyirlər, girdi içəri. Adətən xəstənin yanına girəndə adam xəstəyə ürək-dirək verər. Deyər, heç nə olmayıb. Deyirlər, görən kimi başladı ağlamağa. Görən kimi başladı ağlamağa. Əliyini elə görməmişdi o halda. Rəngi saralmışdı Əmirül-Möminin. Rəngi saralmışdı, dözə bilmədi. Elə ağladı, özünü saxlaya bilmədi. Məhəmməd Hənəfiyyə deyir ki, atam bu gecə dedi, hamı yığışsın mənim yanıma, hamını çağırdı. Həsən gəldi, Hüseyn gəldi, qızları gəldi, amma biri gəlmədi. Biri gəlmədi. Əmirül-Mömin dedi, Əbəlfəzanı. Dedi, Əbəlfəz yanıb o kənarda, bir kənarda gəlmək istəmir. Gör necə, qurban olum ədəb, adam əli ilə istəyər, elə o anda diyansın da. Deyir, yox, mən Hüseyn diyanıb orada, Zeynəb diyanıb orada, onlar onun balası. Mən Əlinin balalarının nökəriyəm. Əmirül-Mömin də Əbəlfəz, gəl bura bala, sən də gəl, sən də Əli balasısan, gəl bura görək. Gəldi, birinci əlini qoydu, Əbəlfəzin əlini qoydu Hüseynin əlinə. Əbəlfəz Hüseyndən ayrı düşmək. Qurban ola o qələm olan qollara. Qurban ola qələm. Dünyaya da gələndə Əmirül-Mömin Əbəlfəzin əllərindən öpüb biləsiniz. Gör hansı əlləri kesiblər. Bu dünyanın namərd dünyadır. Əli öpən əlləri kesir. Vallah in qata'tum an yamini in nuham an dini. And olsun Əli, and olsun Allaha ki, Əbəlfəzin əlində kes söz. Əbəlfəz dindən dönməz, Allahdan dönməz. Əbəlfəz Hüseynin əllərini tutub əllərini. İmamın deyib, huşu getdi, qayıtdı. Qaydanda uşaqlardan biri dedi, inşallah ata yaxşı olarsan. Adam o anda özünə bir növ nə verir, ürək-dirək verir, inşallah yaxşı olarsan. Amma Əmirül-Möminin cavabı qəribədir. Dedi, bala, yox, yaxşı deyil, gedirəm, yəni bu mənada. Nə ki, yaxşı, gedirəm, bala. Çünki Peyğəmbəri gördüm bu anlarda, dedi, əccil qudumənə iləynə, gəl bizə tərəf, Əli can, orada səni gözləyir, Əli, gəl, gəl. Bu anda idi ki, bir söz neynədir? Balaların içərisində bir balanı qucaqladı. O Hüseyn balası idi. Hüseyn əleyhissalam ağlayırdı. Deyirlər, Əmirül-Möminin fəvədə'iyyədəhu ələ sədrihi. Əlini qoydu Hüseynin ürəyinin üstünə. Hansı ürək? Hansı ürək? Hansı ürək? Ey! O ürək ki, o ürəyə hər mənə 3 şöbəli oxu vurdu. Orada vuranda deyirlər, dizləri düşdü İmam Hüseynin yerə, dedi, Bismillah və billah, əla milləti Rasulullah. Deyir, oxu çıxarda bilmədi. Öndən çıxarda bilmədi. Zeynəb xanım da teli Zeynəbiyyədən baxırdı, deyir. Arxadan çıxartdı. Həmən ürəyə qoydu Əli, əlini, ay bala, əntə şəhidu hazihil ümmə, sən bu ümmətin şəhidisən ha, Hüseyn. Ondan sonra dedi, balalarına ürək-dirək vermək üçün nə sözlər dedi. Dedi, balalarım, bilirsiniz kimlər gəlib bu evə? Kim gəlib? Atacan, kim gəlib? Dedi, Haza Rasulullah, Peyğəmbər buradadır. Haza Rasulullah, Haza əmmi, Həmzə əmmin buradadır. Haza əxi, Cəfər buradadır. Bir sözlə dedi, ürəklərinə od vurdu sanki. Dedi, Hazihi ummukum. Anavuz Zəhra da buradadır. Deyirlər, Zeynəb xanım dözə bilmədi. Qəşşələ, o qədər ağladılar. Dedi, balalarım, bir mənə nə deyirlər? Nə deyirlər? Peyğəmbər sənə nə deyir? Ata, Həmzə sənə nə deyir? Cəfər sənə nə deyir? Anamız Fatimə nə deyir? Deyirlər, inna ileyk muştaqun. Səni gözləyirik burada. Əli, gəl.